günlərdə gördüyü bütün işləri, bizim şəhidlərimizin nəticələrinin növbəti anını keçirdik. Sizdən bizim üçün, bizim torpaq üçün canından keçən şəhidlərimizin ruhu üçün bir dəqiqəlik şükür rica edirəm. Allah mekanları cennet olsun. Dostlar, bugün 27 sentyabr 2020-ci ildə başlayan və Azərbaycanın 30 ildən çox həsrətində olan bir günü, bir arzunun nəticələnməyə başladığı gündür. Azərbaycan ordusu 44 gün ərzində torpaqlarımızı düşmənin əlindən xilas etmiş. Burada olan cavan şagirdlərimiz bəlkə xatırlamaz mı? Biz 30 il bunu yaşamışıq, onun həsrətində olmuşuq, o əziyyəti çəkmiş, birbaşa yaşamış insanları tanımışıq və nə yaxşı ki, şükürlər olsun ki, 2020-ci ildə biz artıq bu həsrətə son qoyduq və düşməni heç gözləməyəcək şəkildə, ən mükəmməl şəkildə qalib gəldik və bu bizə nə verdi? Gəlin, qısaca onlardan sizə danışım. Dostlar, hər bir müharibə bilirsiniz, bir tərəfli olmur, ağrı acıyla keçir və bunu unutmamaq lazımdır. Bugünkü günün də əsas anlamı belə budur. Həmən 44 günlük müharibədə bizim 3000-dən çox şəhidimiz oldu, 10.000-dən çox yaralımız oldu. Həmən hər ölən, hər şəhid olan, hər yaralanan insanın ətrafını, sevənləri, bizlər o acını yaşadık və ən böyük borcumuz da bunu unutmamaq. Amma bu bizə nə verdi? Həm də qürur hissi. Biz artıq qalib bir ölkənin vətəndaşlarıyıq. Bu bir ölkə üçün, bir xalq üçün az bir şey deyil. Dünyada çox az xalq var ki, qalib ölkədir. Çox az xalq var ki, qürur duya bilir öz vətənindən, öz torpağından. Biz bundan nail oluq. Adi gəlməsin, biz 100 ildən çoxdur problem yaşadığımız, müxtəlif zamanlarda çox böyük əzablar çəkdiyimiz bir düşmənə cavab verə bilmişik. Burada Cüneyt müəllimə dəvət edəcəm. O həmən dövrü yaşanmış, həmən dövrdə keçilən duyğularla aid sizə şeir deyəcək, buyursun. Mən Abbas Qasımovun insanlıqda bütün şəhidlərimizə hörmət mənasında qələmə aldığım ikincisini səsləndirmək istəyərdim. Biz ondan da həmin günü burada Şayət Ananın xəbəri eşitməsində biz də şahid olmuşuqsa, sırf onları qələmə almışdıq. Anamın tək oğlu, tək bədənliydi. Qohumun, qonşunun hər yaranlıydı. Kifayət anamın dini imanı cəfakeş qəlbinin dərd ortağıydı. Gülüşü onunla şaxələnirdi. Ana babasından bəhrələnirdi. O şir ürəkli pilot oğlunu səmada görəndə qürrələnirdi. Zəfər döyüşünün ilk günlərində, şəhid xəbərinin gəlharlərində, o acı xəbəri duyan hər kəsin hamının gözləri bir-birlərində. Kim desin, nə desin, səslər batmışdı, amma iş yerinə artıq çatmışdı. İçində qəribə şübhə uyandı, kollektiv nə üçün qərə batmışdı? Doğan gözlərdən, axan yaşlardan, yüzünə dikilmiş o baxışlardan artıq anlamışdır qaradır xəbər.
aniden kovulan haykırışlardan. Abbas diye çağırıp yakasın söktü, gözünden yaşları tökmüşse tökmü. Abbas'la nurlanan, Abbas'la dolan o büyük dünyası başına söktü. O büyük dünyası başına söktü. Devletin önünde düşman da teslim olur. Hürlerinden danışır, söz atır, her kim olur. Azerbaycan askeri, ayağın değen torpak, esirlikten kurtarır. Sen kalkan ucalığa, dağlar hesed aparır. Azerbaycan askeri. Vətən üçün canından keçməyə də hazırsan. Qəhrəmanlıq tarixin al qanınla yazırsan. Azərbaycan əskəri. Tarih mat qalıb sənə, zamana dur deyirsən. Sən verib öz hökmünü, komandir vur deyirsən. Azərbaycan əskəri, düşməni nişan alan, gözünə qurban olun. Yurduma naxış vuran, izinə qurban olun. Azərbaycan əskəri. Millətin qürurunu sən özünə qaytardın. Qalibiyyət bayrağın zirvələrə apardın. Azərbaycan əskəri. Qədim tariximizə varlığın zəmanətdir. Ululardan bu günə yurdumuz əmanətdir. Azərbaycan əskəri. Özünə qayıdacaq hər yurdun doğmadı. Yükselen bayrağımız zirveden de ucadır. Azerbaycan əskəri. Qələbə soraqları düşmənin belin qırır. Yumruq kimi birləşir, arkamdan millət durur. Azərbaycan əskəri. Bugün galipsen artık. Düşmene verme möhlət. Xilaskar ordusuna sana güvenir millet. Azerbaycan əskəri. Ali Başkomandan da İgid tek dövüşür. Dünya her meydanında bir əskər tek dövüşür. Azerbaycan əskəri.